Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dövlətçiliyin xilaskarı, müasir müstəqil Azərbaycanın qurucusu və milli inkişaf strategiyasının müəllifi kimi əbədi yaşayır. Onun rəhbərliyi dövründə ölkənin bütün bölgələri kimi Sumqayıt şəhəri də böyük inkişaf mərhələsinə qədəm qoyub. Sənaye şəhəri olan Sumqayıtın yenidən qurulması, burada iri istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, sosial infrastrukturun möhkəmləndirilməsi Ulu Öndərin xüsusi diqqət mərkəzində olub. Məhz onun uzaqgörən siyasəti nəticəsində Sumqayıt ölkənin əsas sənaye və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Ümumilli liderin şəhərə göstərdiyi diqqət və qayğı bu gün də Sumqayıtlılar tərəfindən minnətdarlıq hissi ilə xatırlanır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibəti ilə Sumqayıt şəhərində silsilə tədbirlər keçirilib. Şəhərin mərkəzində yerləşən və dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev parkında ümumilli liderin abidəsi önünə gül dəstələri düzülərək onun əziz xatirəsi ehtiramla yad olunub. Tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri misilsizdir. Məhz onun qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan mürəkkəb və ağır sınaqlardan uğurla çıxaraq müstəqilliyini qoruyub saxlayıb. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu ölkənin sürətli inkişafına, iqtisadi gücünün artmasına və beynəlxalq nüfuzunun yüksəlməsinə səbəb olub. Bu siyasətin mərkəzində isə hər zaman Azərbaycan vətəndaşı, xalqın rifahı və ölkənin gələcəyi dayanır. Qeyd olunub ki, ümumilli liderin Sumqayıta olan xüsusi münasibəti şəhərin inkişafında mühüm rol oynayıb. Onun təşəbbüsü ilə Sumqayıtda yeni sənaye müəssisələri yaradılıb, minlərlə insan işlə təmin olunub, şəhərin sosial infrastrukturu genişləndirilib. Ulu Öndər Sumqayıtı Azərbaycanın sənaye potensialının əsas dayaqlarından biri hesab edib və bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayırıb. Bu gün də həmin siyasət uğurla davam etdirilir. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir və Sumqayıt şəhərinə böyük diqqət və qayğı göstərilir. Son illər ərzində şəhərdə geniş miqyaslı abadlıq quruculuq işləri həyata keçirilib, yeni parklar salınıb, yollar yenidən qurulub, yaşayış məhəllələri abadlaşdırılıb, müasir sosial və infrastruktur layihələri icra olunub. Sumqayıtın siması tamamilə dəyişərək müasir və inkişaf edən şəhərlərdən birinə çevrilib. Çıxış edənlər qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər sahədə böyük uğurlar qazanır. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan tarixi qələbə xalqımızın qəhrəmanlıq səlnaməsinə çevrilib. 44 günlük vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi rəşadət və şücaət nəticəsində torpaqlarımız işğaldan azad olunub. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun gücü sayəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa edib. Tədbirdə bildirilib ki, vətən müharibəsində Sumqayıt gəncləri də böyük qəhrəmanlıq nümayiş etdiriblər. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunur, qazilərimizə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bugün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik siyasəti dayanır. Sonda tədbir iştirakçıları ümumilli lider Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını, onun ideyalarının bundan sonra da ölkəmizin inkişaf yoluna işıq tutacağını bildiriblər. Vurğulanıb ki, Azərbaycan xalqı Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasına sadiqdir və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara doğru inamla irəliləyir. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev Azərbaycan tarixində yeraltı, yerüstü sərvətlərimizdən daha üstün, daha vacib olan ümumi bəşəri Heydər Əliyev adlı dövlətçilik məktəbini yaratdı. Bu dövlətçilik məktəbi sayəsində biz qalib dövlətə çevrildik. Qafqazın güc mərkəzinə çevrildik. Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi neçə ki Azərbaycan yaşayır, yaşayacaqdır. Mən fəxr edirəm ki, yəni Ulu Öndərin qurub yaratdığı bir dövlətdə yaşayıram və bununla fəxr edirəm. Tədbirin davamı olaraq iştirakçılar Heydər Əliyev mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar. Nümayiş olunan filmdə ümumilli liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlər,
xalqın rifahı naminə gördüyü işlər, ölkənin inkişafı üçün müəyyən etdiyi strateji xətt və müstəqil Azərbaycanın qurulmasındakı əvəzsiz rolu geniş şəkildə əks olunub. Eyni zamanda film vasitəsilə Ulu Öndərin xalqına olan sonsuz sevgisi, vətənə bağlılığı və Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi tarixi qərarlar bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb. İştirakçılar dahi şəxsiyyətin zəngin və mənalı həyat yolunu əks etdirən kadrları böyük maraq və qürur hissi ilə izləyiblər. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.